Dostlar, salam aleyküm. Hər vaxtınız xeyir olsun. Mən sizi salamlayıram bu dəfə Masallıdan. Arıları gətirmişik yaylağa, dəyərli dostlar. Mənzərənin gözəlliyinə bax, bax. Təbiətdir, təbiət. Arılar da burada bax kef eləyir. Demək olar ki, bal yığımı başlanıldı və may balının süzümü 25 bir ay ərzində may balı süzüləcək dəyərli dostlar. Yəni arıları da açıb göstərə bilərdim sizə, amma hal-hazırda indi arılar çox güclüdür, maşallah olsun. Və tüstüsüz baxıram. Ona görə tüstü yoxdur deyənə. Ona görə arının içini göstərə bilmirəm, amma bu formada belə arılar necə işlədiyinizi belə göstərə bilərəm dəyərli dostlar. Baxın, maşallah olsun, Allah bərəkət versin. Dəyərli 100% bal əldə eləmək istəyirsinizsə, səhifəmizdə olan nömrəmizdən əlaqə saxlaya bilərsiniz və sizlər üçün qəşəng bir kampanyamız olacaq. Bir balon bal alana da 1 kilo bal üstündə hədiyyəmiz olacaq dəyərli dostlar. Azərbaycanın bütün bölgələrinə də çatdırmamız pulsuz olacaq. Yəni göstərirəm sizə, təsərrüfatda göstərirəm ki, siz bilin ki, balı kimdən alırsınız və inandığınız bir arıçıdan almağınızı məsləhət bilirəm sizə. Fərqi yoxdur, kimdən alırsınız alın. Bilin ki, yəni falan kəs arısı var, arıçıdır, balı öz arılardan istihsal eləyir və ondan bal alın dəyərli dostlar. Hal-hazırda arıxananın içindəyəm. Yəni bura başqa söz lazım deyil. Baxın dəyərli dostlar, təbiətin gözəlliyinə baxın. Bax. Arıların səsinə bax. Ləzzət eləyir adama. Və 2 gündür arıları gətirmişik bura və 1 ay ərzində inşallah 30 gündən sonra biz bal süzümü eləyəcək dəyərli dostlar. Siz də indidən zəng eləyin, sifariş eləyin. Biz də sizin məhsulunuzu inşallah bal süzümündə çatdıraq sizin qapınıza kimi. Çox sağ olun, təşəkkür edirəm.